Qohum belədir ki, əmi qızı, dayı qızı bununla evlənmək düz deyil. Çünki onlara müəyyən xəstəliklər var ki, ondan əmələ gəlir. Yəni qohum evliliğine qarşı münasibətim pisdir. Bu qərar həqiqətən çoxdan lazım idi. Bizim milli mentalitetimiz var. Adətən əmi qızı, dayı qızı, inam xala qızı. Bu olmaz. Mənim qohumlarımda da var. Şəs uşaqları, başqa şey. Mən özüm gördüyüm şeylərdir. Həm bunun sayəsində əlil olan uşaqların sayı azalacaq. Fiziki qüsurlu uşaqlar məhz qohum evliliyinə görə daha çox olurdu. Həm də ki, bəzi ailələr var ki, problemləri olurdu, amma sırf qohumdular deyə səslərini çıxartmırdılar, ayrıla bilmirdilər, boşana bilmirdilər. Düşünürəm ki, bu qanunun verilməsi hər tərəfli şəkildə xeyirli oldu. Qohum qardaş bir-birini tanıyır deyə illərlə bu yaxınlıq ailə qurmağa əsas kimi qəbul olunub. Bəziləri üçün etibarın, bəziləri üçün isə ənənənin göstəricisi sayılıb. Amma bu yaxınlıq hər zaman xoşbəxtlik gətirməyib. Nəticə isə bəzən xəstə uşaqlar, yarımçıq talihlər və ömürlük peşmanlıq olub. İyulun 1-dən Azərbaycanda qohum evliliyinə dair qadağa qüvvəyə minib. Yəni əmi, dayı, xala və bibi uşaqları arasında nikah artıq rəsmi şəkildə mümkün deyil. Bu qərar gələcək nəsillərin sağlamlığını qorumaq istiqamətində atılmış mühüm addım hesab olunur. Qohum evlilikləri içərisində sıx rast gəlinən xəstəliklərdən əzələ, sümük oynaq, xüsusilə mərkəzi sinir sistemini təsir eləyən xəstəliklərə sıx rast gəlinə bilir. Bundan əlavə Azərbaycanda sıx rast gəlinən talasemiya xəstəliyidir ki, qan xəstəlikləri arasında ən sıx rastlandığımız genetik xəstəliklərdən bu xəstəliklərin də qarşısının alınmasında qohum nikahların olmaması böyük rol oynaya bilər. Qohum evliliklərinə dair qadağa təkcə tibbi deyil, eyni zamanda sosial dəyişikliklər də gündəmə gətirir. Cəmiyyətin formalaşmış davranış modellərinin dəyişməsi isə zaman və düzgün izah tələb edir. Çünki bu, illərlə normal sayılan bir ənənəyə yeni baxış deməkdir. Mütəxəssislər düşünür ki, bu mərhələdə əsas məsələ ictimai şuurun mərhələli şəkildə yenilənməsidir. Təbii ki, aramızda buna mənfi təsirlərini də qabartmağa çalışan insanlarımız var ki, qeyri-rəsmi nikahlara gətirib çıxaracaq, sonra qeyri-rəsmi nikahdan doğulan uşaqlar olacaq. Bu dünən ləğv olundu deyib hər şey birdən-birə olmayacaq. Müəyyən belə deyək ki, mexanizmlə bu icra olunmalıdır. Əgər bu mexanizmlə, nəzərdə tutulmuş mexanizmlə bu qaydalar, bu qadağalar həll olunarsa, proseslər gedərsə, o zaman biz nəyəsə gözəl bir nəticəyə nail ola biləcəyik. Qohum evliliyinə qadağa təkcə qanun dəyişikliyi deyil, həm də cəmiyyətdə xoşagəlməz halların qarşısını almağa yönəlmiş məqsədli bir addımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın fikrincə, bu prosesdə vətəndaşların məsuliyyətli yanaşması, aidiyyəti qurumları və medianın dəstəyi də böyük rol oynayacaq. Artıq burada baş verən hər hansı bir hərəkət, qanuna zidd hərəkət mütləq şəkildə məsuliyyət doğuracaq. Əgər biz bundan əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qanunlara müvafiq dəyişikliklər edilib. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalanacaqlar və məsuliyyətə cəlb olunacaqlar. Mən inanmaq istərdim ki, İnsanlar öz həyatlarını qurarkən, gələcəklərini müəyyənləşdirərkən, sevgiyə əsaslanan bir ailə qurarkən cinayət törətmək istəməzlər və cinayət məsuliyyətinə cəlb edilmək istəməzlər. Beləliklə, qohum evliliklərinə qadağa insan sağlamlığını, ailə dəyərlərini qorumağa yönəlmiş qərardır. Bu dəyişiklik təkcə hüquqi normativ deyil, eyni zamanda cəmiyyətə ünvanlanan bir məsuliyyətli çağırışdır.